Birləşən ürək, azad torpaq, azad vətən. Samux rayonunda Heydər Əliyev parkında 8 noyabr Zəfər gününə həsr olmuş ümum rayon tədbiri keçirilib. Tədbirdə Samux rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş, şəhidlərimizin xatirəsinə ucaldılmış Samux Şəhidlər kompleksi ziyarət edilib, üzərinə gül dəstələri düzülüb və şəhidlərimizin ruhuna dualar oxunub. Tədbirdə tarixi zəfər mövzusunda çıxış edən Samux rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev qeyd edib ki, müasir Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. Dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış hər günü qəhrəmanlıq dastanı olan vətən müharibəsində böyük qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Azərbaycanın üç rəngli bayrağı azad edilmiş ərazilərimizdə ucadılaraq qürurla dalğalanır. Şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədov və digər çıxış edən natiqlər də qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya öz gücümüzün, mətinliyimizin və mübarizliyimizin nümayiş etdirildiyini vurğulayıblar. Günlərin 5 ildir biz Zəfər gününü qeyd edirik. Bu Zəfər gününün bizə xüsusi yeri olduğu üçün biz qürurla Zəfər gününü qeyd edirik. Bu Zəfər gününü bizə yaşadan cənab prezidentimiz Ali Başkomandan başda olmaqla şəhidlərimizin o qanundan bazına 30 ildən artıq da işğalda olan torpaqlarımız azad olundu. Biz qürurla, fəxrlə biz həmişə qeyd edirik. Ölkəmizin bütün güşələrində olduğu kimi bizim doğma gündən gözəlləşən Samuğumuzda da 8 noyabr Zəfər günü münasibətindən böyük tədbir keçirilir. Bu tədbirin təşkilində əmək olan hər kəsə dərin minnətdarımı bildirirəm. Mən başda prezidentimiz olmaqla, Ali Başkomandan olmaqla bütün Azərbaycan xalqını, Azərbaycan dövlətini, Azərbaycan millətini təbrik edirəm bu əlamətlər gün münasibətindən. Bu gözəl günü bizə bəxş edən, bu gün onların qanı bahasına bugünkü bayramı əldə olmasında onların böyük zəhməti var. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan can sağ diləyirəm. Daha sonra bayram konserti təşkil edilib, bir-birindən rəngarəng hərbi vətənpərvərlik mahnıları tədbirə toplaşanlara xoş ovqat bəxş edib. Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.